olmasa Əyyub 19-cu fəsil və 2-dən 3-cü ayələri oxuyaq. Nə vaxtadək məni üzəcəksiniz, məni sözlə əzəcəksiniz. 10 dəfədir ki, məni təhqir edirsiniz. Utanmadan mənə kəskin sözlər söyləyirsiniz. Bir də gəlin açaq Yaqub məktubu 2-ci fəsil 13-cü ayə. По-русски Иван? По-русски Иван? Yaqub, послание Yaqub. Yaqub məktubu 2:13. Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir. Rəbbsə, dua edirik bu söz qısa vəzi üçün və elə et ki, bu səndən olsun və bizim ürəklərimizdə danış, ya Rəbb, və qoy bu tikəlsin, bizi lazım olduğu kimi bizi istiqamətləndirsin, ya Rəbb, və heç bir kəskin bir şey olmasın, ya Rəbb, və qoy bu xeyir-dualı bir söz olsun, ya Rəbb. İsa Məsih adıyla dua edirik. Amin. Dostlar, bu həyatda belə bir anlar olur ki, Tanrının mərhəməti doğrudan da heyrətamiz bir işlər görür bu həyatda. Və bu həyatda o yerdə harada Tanrının mərhəməti var, orada həmişə rahatlıq olur. Onda bu həyatda vacib məsələləri də həll etmək mümkün olur. Və hətta o məsələlər ki, hansılar ən ağır və çətin görsənir də, Tanrının mərhəməti vasitəsilə bunu həll etmək rahat olur. Bir çox insanlar, hətta imanların cəmiyyətində bunu başa düşmürlər, anlamırlar. Amma bu belədir. Yoxsa bu həyatda insanların böyük əksəriyyəti, hətta imanların arasında da elələr olur ki, hansılar ancaq əmr etməyi bacarırlar, ancaq sıxışdırmağı bacarırlar, təzyiq göstərməyi bacarırlar. Hətta olur ki, həddindən artıq çoxlu nəzarət etməyi eləyirlər, casusluq eləyirlər və çoxlu tələblər, şərtlər qoyurlar. Və bu yaxşı şey deyil. Çünki belə şeylər baş verəndə insan bu həyatda normal şəkildə yaşaya bilmir. Çünki insan belə halda əsna qalsa, hansısa müddət sadəcə olaraq mövcud olur və onun ömrü daha da çox get-gedə azalmağa başlayır. Sonra da o zaman ki, fiziki ölüm baş verəndə, ancaq onda belə bir şeylərdə öz canını qurtarır. Ona görə bu həyatda çox vacibdir ki, biz Tanrının mərhəmətini dərk eləyək və Tanrının mərhəməti ilə dolu olaq. Çünki bu həyatda yalnız Tanrının mərhəməti və məhəbbəti bizi qüvvətləndirir, canlandırır və o bizi dirildir və bizim içimizdə əminlik yaradır və o bizi tərəvətləndirir, gücləndirir bizi. Və bu heyrətamizdir. Ona görə bizim üçün Tanrının mərhəməti ilə dolu olmaq və Tanrının sözü ilə, Tanrının mərhəmət sözü ilə dolu olmaq bizim üçün çox vacibdir. Onda bizim həyatımızda hər şey yaxşı olacaq. Amin. Gəlin dua eləyək.